Əgər evinizdə tosteriniz varsa, bu reseptlə 2 fərqli şirniyyat hazırlaya bilərsiniz. Biri vaflılı borcuqlar, digəri isə şirin çubuqlardır. Hər ikisi üçün də eyni xəmirdən istifadə olunur. Əvvəlcə qabın içərisinə 3 ədəd yumurta, 1 çimdik duz, 120 qram şəkər tozu və 1 paket vanil əlavə edib yaxşıca qarışdırıram. Daha sonra üzərinə əridilmiş çörək yağı, otaq temperaturunda süd və 200 qramını əlavə edib hamar xəmir əldə edənə qədər qarışdırıram. Hazır xəmiri 190 dərəcəyə qədər isidilmiş tosterdə qaşıq vasitəsilə əlavə edirik və qapağını örtüb yaxşıca bişiririk. Bişən vaflını isti-isti borcuq formasında bükürük. İçərisini zövqə görə doldura bilərsiniz. Mən bişmiş moloko istifadə etdim. Siz qaymaq, krem və ya istədiyiniz başqa bir içi də doldura bilərsiniz. Şirin çubuqlar ölçünü isə eyni xəmiri yenidən tosterdə töküb biraz daha çox qızardım ki, vaflılar bir-birindən rahat ayrılsın və çubuq formasını alsın. Bizim evdə uşaqlar bu ləzzəti çox sevir. Ona görə də sizinlə də bölüşdüm ki, siz də hazırlayıb evladlarınızı sevindirəsiniz. Belə fərqli ləzzətlər, maraqlı reseptlər və faydalı məlumatlar üçün səhifəmi izləməyi unutmayın.